Oxuduqlarımın böyük hissəsində mənə sevgi, məhəbbət izhar olunmur. Bu sözləri Mirşahin Ağayev Real TV-də yayımlanan media masası verilişində səsləndirib. Bunun nə ilə bağlı olduğu məni maraqlandırmır. Sadəcə bilirəm ki, mən 1988-ci ildən Azərbaycanın Milli Azadlıq Hərəkatına qoşulduğum vaxtdan jurnalistikamızı yaradanda elə bunun üçün mübarizə aparmışam ki, insanlar öz fikirlərini rahat şəkildə yazsınlar. Mirşahini sevən sevir, sevməyən də Allah onun canını sağ eləsin, sevmir. Bəlkə də həyatımın mənasını onda görürəm ki, arzuladığım cəmiyyətin içində hər kəs mənə öz nifrətini də açıq göstərməyə bacarır. Demirəm ki, bu mənə ləzzət edir, amma bu reallıqdır deyə o qeyd edib.